Belimdə ağrı var. Elə bir ki, ildə 2 dəfə olur belimdə ağrılar. O ağrı olanda ya yata bilmirəm, ya dura bilirəm. Elə bir ki, belimlə onurğanın birləşdiyində olur o ağrı. O ağır yük Otur. götürəndə olur. O ildə 2 dəfə onun yaddaş təqvimi sadə yox ki, mən 2 dəfə olursa, bəlkə təsadüfən ağır yük götürürsən, yoxsa Yox, əsəb. yox, o yük götürdüm, götürmədim. Elə bu vaxtlar biri olur. Bir də qış ayında olur əsas. Aha. Əgər təcili istəyirsən ki, ağrısını götürəsən, götür xardal tozu bir qədər. Onu günə baxan yağın isid onun içərisinə qat, biraz da bal qat. Onu yaxma şəklində cunanın üzərində, 3 qat cunanın üzərində bel nahiyəsinə qoy, isti-isti və üstündən də striş bağla, üstündən yumşal qoy. Çox qısa müddətdə ağrılarını götürəcək. Ancaq təbii ki, mütləq mənada yenə deyirəm, o yoxlanmalıdır, səbəb bilinməlidir. Əgər orada indi qrija varsa, yırtıq varsa, tutaq 3 millidir. İndi onun qarşısını almaq asandır, nə ki, gəlib 7-8-10 millimetr olanda. Və yaxud da ki, sinir sıxılması onu kimi. Ona görə xahiş edirəm, onu MRT ilə cavabını at qoy baxaq. Məsləhətləşək təbii ki.